Bugünün gecə və gündüzü çox şərafətli və əzəmətlidir. İmam Baqirdən Nime-i Şəbanın fəzilətləri barədə soruşdular. İmam buyurdu: Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlini əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecədə Allaha yaxınlaşmaq üçün səy və təlaş edin. Məhz bu o gecədir ki, Allah öz müqəddəs zatına and içib ki, heç bir istəyəni öz dərgahından əliboş qaytarmayacaq. O cümlədən bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı İmam Zaman bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini bəxş edib. Bu gecəki dualar qəbul olar, ən birinci duamız İmam Zamanın salamatçılığı və zühurunun tezləşməsi üçün olsun. Bu gecə üçün bir çox əməllər zikr olunmuşdu. Birinci, qüsl. İkinci, əhya saxlamaq, istiğfar, dua və s. Üçüncü, ziyarət, İmam Hüseyn. Ən azından üstü açıq bir yerə çıxaraq, dam, eyvan, saqa, sola və daha sonra asimana nəzər salaraq, o həzrəti belə ziyarət etsin. Əssəlamu əleykə ya Əba Əbdillah. Əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu. Dördüncü, Şaban ayının salavatı. Əstəğfirullaha və əsəluhu təubə. Beşinci, Kümeyl duası. Altıncı, bu zikirləri ardıcıl olaraq demək. Subhanallah, Elhamdülillah, Allahu Ekber, La ilahə illallah, hərəsi 100 dəfə. Yeddinci, 2 rəkət namaz. Birinci rəkətdə həmd plus kafirun. İkinci rükətdə həmd plus ixlas. Namazdan sonra deyilir: Subhanallah 33 dəfə, Elhamdülillah 33 dəfə, Allahu Ekber 34 dəfə.